Demək əziz izləyicilərimiz, hər birinizi yenə salamlayıram. Turan Əsərinin 6-cı sinif kitabından natural ədədlərin 1-dən 30-a qədər testlərini sizlərə tanış edəcəm, izah edəcəm. Birinci testimizdə eyni zamanda sizlərə izah eləməklə yanaşı kənarda PDF formasını hazırlayacağım. Yəni yazılı formada yazacağım. Ona görə biraz videomuz uzun çəkə bilər. Xırdalıqlarına qədər izah etməyə çalışacağım sizlərə. Deməli əzizlərim, birincidə deyir ki, 78 ədədinin sadə vuruqlarının sayını tapın. İlk öncə biz burada 78-i vuruqlarına ayırırıq. 2-yə 39, 3-ə 13, 3-ə 13 sadə ədəd olduğuna görə 13-ə 1. Deməli burada nə olacaq? 78-in vuruqları olacaq 2, 3, 13. 28 bərabər 2 vurulsun 3 vuraq 13. Burada sadə vuruqların sayı neçədir, nədir? 3 ədəddir. Düzdürmü? Burada bizim neçə sadə vuruqlarımız var? 3 dənə B variantı. İkinci sual. 200 ədədinin sadə bölənlərinin sayını tapın. 200 ədədini deyir. Şimdi biz burada 200'ü sadə vuruqlarına ayırırıq. 2'yə 100, 2'yə 50, 2'yə 25, 5'ə 5, 5'ə 1. Baxın, burada 1, 2, 3, 4, 5 dənədir. Deməli, hamısını sayırıq. Neçə dənə sadə böləni var? 5 dənə. 200 bərabərdir. 2 vuruq, 2 vuraq 2, vuraq 5, vuraq 5. Neçə dənə oldu? 5 ədəd sadə nə var? Bölən var. 5 ədəd variant B. Üçüncü sual. 20 ədədin müsbət bölənlərinin cəmini hesablayın. Müsbət bölənlər deyən uşaqlar, bölünən var, bölən var. 20 nəyə bölünür? Belə yazaq da, işarədə yazaq. Deməli, 20 2-yə bölünür. 2'ye bölünür, 4'e bölünür, 5'e bölünür, 6'ya bölünmür, 7'ye bölünmür, 10'a bölünür, bir de 20 özüne bölünür. Düzdürmü? 20'nin bu nədir? Bölənləridir. Hasil, bunların cəmini deyir. 6, 11, 6, 11, 21, bu da 41 edir. Düzdürmü? Biri də götürsək 42 edəcək. Deməli 20 nəyə bölünür? 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 5-ə bölünür, 10-a bölünür, bir də 20-yə bölünür. Bunların da cəmi mənə verəcək 1 plus 2 plus 4, 5 plus 10 plus 20 bərabər edəcək 42. C bəndi. Dördüncü sualımız əbub. Deməli, əbubu tapmaq üçün ilk öncə biz bizə verilən ədədləri vuruqlarına ayırırıq. 150 vuruqlarına ayırırıq. 2'yə 75, 3'ə 25, 5'ə 5, 5'ə 1, 75'ə ayırırıq. 3'ə 25, 5'ə 5, 5'ə 1. Uşaqlar, əbub nə idi? Ortaq olanlar sadəcə. 3 ortaqdır, 5 ortaqdır, 5 ortaqdır. Bunların ortaqlığı 75'dir. Bir də bir qaydamız da var. Bunu qeyd edeyim sizlərlə. Əbub 150 ilə 75 bərabərdir. 3 vurulsun 5 vuraq 5 bərabərdir 75'ə. 150 vuruqlarını ayırdım. 2'yə 75, 3'ə 25, 5'ə 5, 5'ə 1. Kənarda yazıram deyə ona görə sizlərlə səsləndirirəm. 5'ə 5, 5'ə 1. Bir də uşaqlar, yadınızda saxlayın ki, əgər istər əkəb olsun, istər əbəb olsun, burada əgər birinci ədəd yox, bir ədəd digərinin bölənilirsə, bunların əkobu ən kiçik olan götürülür. Əbobu isə
Yox, əbobu ən kiçik olan götür. Məsələn, burada 175 150-nin böləndir də. Onda əbob 175 götürülür. Əkob isə 150 götürə bilərik. Aydındırmı? Bəli. Deməli, 4-cü sualımızın cavabı nəyi soruşur? Hesabını soruşur. 75 A bəndi. 5-ci sualda əbob 36 90 108. Aslında çox ciddi bir misal deyil. Sadəcə olaraq 3 dənədir. Əbob, yəni bunların hər birinə bölünən bir ədəd tapmalıyıq. Variantlardan da tapa bilərsiniz. 36, 90 və 108 bərabərdir. 36'yı parçalasaq 2'ye 18, 2'ye 9, 3'e 3, 3'e 1. 2'ye 18, 2'ye 9, 3'e 3, 3'e 1. Sonra 90'ı parçalayırıq. Vuruqlara ayırırıq. 2'ye 45, 3'e 15, 3'e 5, 5'e 1. Sonra 108'i parçalayırıq. 2'ye 54, 2'ye 27, 3'e 9, 3'e 3, 3'e 1. Deməli, burada mən sizə kənarda əbobu ümumiyyətlə 36, 90, 108'i vuruqlara ayırarsınız. Burada mən ortaqları deyirəm. Hər üçündə 2 vuruğu var. Hər üçündə 3 vuruğu var. Hər üçündə bir dənə də 3 vuruğu var. Bu da edəcək 18. Yəni bunların hər üçünə bölünən ədədimiz 18 olacaq. 18 bizim B variantımızda var. 6-cı sual. 6-cı sual. Bu PDF formada əlyazma formasını yazandan sonra qruplarınızı atacağım. Qrupda da bilirsiniz ki, qrupa qatılmaq üçün bir dəfəlik ödəniş 10 manat təşkil edir. 6-cı sualda deyir ki, satıcı mağazadakı kitabları 2, 2, 3, 3 və 4, 4 ayırdıqda hər dəfə bir kitab artıq qalır. Deməli, mən bu variantdakı ədədi 2'ye bölsəm, 3'e bölsəm, 4'e bölsəm, məndə bir qalıq qalmalıdır. Ona görə variantı tapmalıyam. Variantı tapsam, cavabımız 25 edir. Deməli, 25 bölə 2 bərabərdir 12 düşəcək. Qalıq 1. 25 bölək 3 bərabərdir 8 düşür. Qalıq 1. 25 bölünsün 4. 6 düşür. Qalıq 1. Yəni mən variantı elə seçməliyəm ki, mənim bu 2, 3, 4'e bölünəndə cavabımda bir qalıq alınsın. 7-ci sual. 7-ci sualda deyir ki, A bərabərdir 10'a, B bərabərdir x minus 6'ya. Və məndən əbob AB 2'ye bərabərdir. Əkob AB 2x olarsa. Aha. Gəlin eləyək. Əkob AB 2x olarsa, əbob AB də 2'dirsə, məndən x-i soruşur. Düzdürmü? Bunların ən kiçik ortaq məxrəci B-yi 2'ye bərabər etsəm, ən sadə üsul gəlin eləyək də. Əbob AB 2'dirsə, yəni 10'dan x minus 6'nın ən böyük ortaq böləni 2'dir. Mən bunlara 10'dan 8'i yaza bilərəmmi? Bəli. Nəyə görə? Gəlin şərtdə də yoxlayaq. Bunların əbobu həqiqətən 2'dir. Əkobu isə həm 10'a həm 8'ə bölünən bir ədəd tapmalıyıq. 40'dır. Düzdürmü? 40'dırsa çoğu 40'dır. 2 vura x. X'ini mən 8 yazmışam. 16. 16. Əkob 16'yı bölək. Bir də biz bunu əvəz etmə aparsaq, biz bilmirik. Bunlar qarşılıqlı saydır. Yəni əbob A 10'dur. X minus 6'dır. Bunların əbobu 2'dirsə, əkobu A 1. 2x olarsa x neçədir?
Ben burada x'a 10 versəm, əkobu 20'dir. Gen variantla yoxlayaq. X6 versəm, aha, x6 versəm 5 0 olacaq. X10 versəm 4 olacaq. 10 ilə 4'ün, bəli, x'imiz 4'dür. Variantlarla yoxlasaq, yazıram bura. Variantla yoxlayaq. Variantla yoxla. Deməli, x-i 4 versəm, bura olacaq. 4 yox, 10 daha da. Neçə verdik x-a? Hə, 4 verdik. X-a 4 versək, bir dəqiqə. 8 versəm, 2. Aha, x-a 10 versəm, A 10 eləyəcək, B də 4 eləyəcək. 10 ilə 4'ün əbobu həqiqətən 2'dir. Əkobu isə bunların hasili də ola bilər, 20 də ola bilər. Bəli, x-imiz bərabərdir 10'dur. Onda A bərabərdir 10, B bərabərdir 4'dür. Əbob A'mız 10 ilə 4'ün əbobu 2'yə bərabərdir. Əkobu isə 20'yə bərabərdir. Yəni 2 vuraq ona 20'yə. Bəli, əbobumuz, x-imiz daha doğrusu 10'dur. 8-ci sual. 2 üstü 4. Aha. 2 üstündə 4 vuraq 3 üstündə x. Natural bölənlərin sayı 20'yə bərabərdir. Baxın, natural bölənlərin sayı necə tapılır? Üstlərinin üzərinə 1 gəlirəm. Və bunların hasilini tapıram. Vurulsun x üstə gələk 1 və natural bölənlər deyir 20'dir. Bu vurmanı tapmalıyam. Düzdürmü? Deməli 4 üstə gələk 1, x üstə gələk 1 bərabərdir 20'yə. İndi burada ilk öncə yazım mən. 2'nin üstü 4 vuraq 2 üstü x. Burada 4'ün üstə 1 gəlir 5 eləyir. 5 vuraq x plus 1 bərabərdir 20'yə. X plus 1 bərabərdir 4'ə, x da bərabərdir 3'ə. Məndən nəyə soruşur? X-i soruşur elə. Deməli 5 vurulsun x plus 1 bərabərdir 20'yə. X plus 1 bərabərdir 4'ə, x da bərabərdir 3'ə. Deməli burada nədir? X 3'ə bərabərdir. 9-cu sualda. 9-cu sualda deyir AB müxtəlif 2 rəqəmli ədədlərdir. 2 rəqəmli AB ədədi üçün AB hasilini ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Hasilinin ala biləcəyi. Hasilinin ala biləcəyi ən böyük qiymət birinci 90 müxtəlif rəqəmlərdirsə, ən kiçik 98 biridir, 10'da biridir. Düzdürmü? Ən kiçik qiymətlərin cəmini tapın. AB hasilinin deyir. AB hasilini deyirsə, birincidə hasil 72'dir, ikincidə bir dəfə 0 0'dır. Və bunların cəminin ən kiçik və ən böyük qiymətlərinin cəmi 72'yə bərabər eləyəcək. İlk öncə mən burada 9-cunu qeyd edeyim. Yazım ən böyük 98'dir. Ən kiçik 10'dur. Rəqəmləri müxtəlif. Və bunların hasil 72, hasil 0. 72 plus 0 bərabərdir 72'yə. A bəndi. Növbəti 10-cu sualımızda nə deyir? 2 ədədin cəmi 120'dir. Aha. X plus y bərabərdir 120'yə. Düzdürmü? Böyük ədədi kiçik ədədə böldükdə 5 alınırsa, x bölək y bərabərdir 5'dirsə, mən x bərabərdir 5y yaza bilərəm. Düzdürmü? Və buradan yazıram. X bölək y bərabərdir 5'dirsə, x bərabərdir 5y-dir. Və buradan yerinə qoyuram. X plus y-ə 120 demişik.
X'in yerinə 5y yazıram. Elədim 6y. Yazıram 5y üstə gələk y bərabərdir 120-yə. 6y bərabərdir 120-yə. Y də bərabərdir 20-yə. Məndən nəyi soruşur? Bu ədədlərin fərqini soruşur. Y 20-dirsə, x də bərabərdir 100-dür. Bu ədədlərin fərqi də 100 minus 20 bərabərdir 80-dir. 80 də bizim B variantımızda var. 11-ci sual. 11-ci sualda deyir, usta bir günə 4 detal. 11-ci sual. Usta bir günə 4 detal. Köməkçisi isə 2 detal hazırlayır. Usta, köməkçi. Bir günə neçə detal hazırlayır? 4 detal. Köməkçisi bir günə neçə detal hazırlayır? 2 detal. Onlayn işləməyə eyni gündə başladıqda nəzərə alsaq, 84 detal neçə günə hazırlayarlar? 84 detalı deməli 10 neçə günə? İkisini birlikdə deyirlər də. Usta bir günə 4 detal, köməkçisi 2 detal hazırlayırlarsa, ikisi birlikdə bir günə neçə detal hazırlayırlar? 6 detal. Düzdürmü? İndi 84 detal neçə günə hazırlayırlar deyirsə, 84'ü bölürəm. 6'ya bərabərdir 10. 24'ün içərisində də neçə dəfədir? 14 dəfə. 14 günə hazırlayır. 14 gündə bizim C variantımızda var. 12-ci sual. 12-ci sualda. Tədbir üçün alınan şarların 120-dən çox, 140-dan isə azdır. Həmin şarları həm 6-6, həm də 7-7 qruplaşdırmaq olur. Tədbir üçün saydan baxın. Elə ədəd seçməliyik ki, 120 ilə 140 arasında olsun və 6-ya da 7-yə də bölünsün. 144 olmaz. Nəyə görə? Çünki 140-dan yuxarıdır. 138'e baxaq görək 6-ya bölünürmü? 6'ya bölünmə əlamətləri bu idi ki, həm cüt olsun, həm rəqəmlər cəmi 3'ə bölünsün. 4, 2, 6, 132'ye baxaq görək 7'ye bölünürmü? 1, 7, 62'nin içində 132 7'ye bölünmür. 138'e baxaq. 1, 7, 1, 7, 6, 68 bölünmür. 126'ya baxaq. 126 6'ya bölünür 7'ye. 1, 7, 56'nın içində 18 dəfə bəli bölünür. Deməli cavabımız olacaq nə? 126 bölək 6 bərabərdir 21'ə. 126 bölək 7 bərabərdir 18'ə. Deməli burada da cavabımız eləyəcək 126D. 13-cü sual. AB A üstə gələk B bölək B bərabərdir 8 ifadəsində əküb AB və AB-yi tapın. İndi ilk öncə burada A-yı B-yi ifadə eləyək. Burada tərəf-tərəfə çıxsaq nə alacaq biz? Deməli burada mən yazıram ki A üstə gələk B bölünsün B, yox, bölək yox. Bərabərləşdirsək, ifadəni aparsaq B bərabərdir 8B'dir. A da bərabərdir 7B'dir. Düzdürmü? İndi A bərabərdir 7B aldım. A 7B'dirsə, əkyob A 7A çıxaq əbob mən 7A nəyi çayladik biz? A bərabər 7B, bu da B'dir. Bu da A 7B'dir, B'dir. Mən buradan B'yi çıxarsam 1 ilə 7, 7 çıxaq 1, 6B. Baxın. A 7B elədim. Deməli A'nın yerinə 7B, B yazıram.
və beləri ortaq məxrəc çıxardanda 7 ilə 1 əbobda qalır. Əkobda qalır. Yenə əbobda da əbob 7 1 qalır. Və bu şəkildə yazaq. 7-dən qarşıq sadələtlərin əkobları onların hasilində, yəni 7-yə bərabərdir. Əboblar isə 1-ə bərabərdir. 7-dən 1 çıxanda 6. Vururam B-yə, eləcək 6B. Bərabərdir D variantı. 14. Müxtəlif rəqəmli ABC ədədi 3-ə 5-ə bölünür. A kvadrat, B kvadrat, C kvadratın ən böyük qiymətini tapın. Ən böyük qiyməti deyirsə, mən buradan aldım D variantı. Ən böyük qiyməti deyirsə, 3-ə və 5-ə bölünürsə, C-yi 5 götürək. Ən böyük qiymət deyirək. C-yi 5 götürsək, A-yı da ən böyük ədəd deyirsə, 9 götürsək, A bərabər 9. Cəm eləyəcək 14. B-yi də götürəndə 1. Düzdürmü? 3-ə də 5-ə də bölünür. 10, 15. A-nın kvadratı 81 üstə gələk. 1 üstə gələk 25. Bərabərdir 106, 107. Yox. Belə yazaq. 9, 8, 5. Düzdürmü? 9, 8, 5 olsun. Neçə yiyəcək bu? 27, 5, 32. 32 3-ə bölünmür. Burada 7 yazsaq. 16, 21 hə bölünür. 9, 7. A-mız 9'dur. B-miz 7'dir. Deməli 81, 49. 0, 130. Aha. 130, 135. Yeni 130, 135 yox, 155. 20, C kvadratı yüksəltmədim. 155. Deməli uşaqlar, bunu necə tapdıq? 3-ə və 5-ə bölünməsindən əsasən mən C-yə 5 dedim. Nəyə görə? Çünki böyük rəqəmlərdir. Və ən böyük qiymət deyirsə, mən A-ya 9 dedim. Gördüm ki, B-yə də 8 deyəndə ifadəmiz alınmır. Ona görə B-yə 7 dedim. Yazıram. A bərabərdir 9, B bərabərdir 7, 16, 21. C də bərabərdir 5-ə. Və mənə deyir ki, A kvadratı üstə gələk B kvadratı üstə gələk C kvadratını tap. 9 on 9, 81, üstə gələk 49, üstə gələk 25. O da bərabər edəcək 0, 120, 155. 155 da bizim C variantımızda var. 15-ci suala gələk. Hasilini 8-ə bölməsini alınan qalanı tapın. Bu hasilini 8-ə bölməsini alınan qalanı tapmaq istəyirsə, sonuncu ədədləri bir-birinə vurun. 3 vuraq 5 bərabərdir 15. 15-i bölürəm 8-ə. 3, 5. Bölmürsən əslində. Bunu toplayırsan son rəqəmləri. Bax, bu ədədi 8-ə böləndə qalıqda neçə düşür? 3 düşür. Bunu neçə böləndə qalıqda neçə düşür? 5 düşür. 3 ilə 8, 5-i toplayanda 8, 8 ilə 8-i böləndə 0. Deməli, toplayıram. 8, 8 bölək 8 bərabərdir 0. Yəni qalıq yoxdur. Uşaqlar 15-ci testə qədər yüklədim. Növbəti videomuz 15-dən 30-a qədər olacaq.